Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin ve salatu vesselamu ala rasulina Muhammedin ve ala alihi ve sahbihi ecmaîn. Amma ba'd. Sual verilir ki, süni intellekt proqramları vasitəsilə dini şəkillər, videolar hazırlamaq icazəlidirmi? Xüsusən şəkillər barədə sual verilir. Bəli, icazəlidir. Ümumiyyətlə, müasir texnologiyadan istifadə eləmək bizim əgər işlərimizi asanlaşdırırsa, bizim üçün zamanda qazanma, zamanı əldə eləmədə fayda verirsə, əlbəttə nə üçün istifadə caiz olmasın? Allah Azze ve Celle buyurur ki, Huvəl-ləzi xaləqə ləkum mə fil-ardı cəmiən. Yer üzündə nə varsa, onu sizin üçün yaradan odur. Yəni, Allah Azze ve Celle'dir. Yəni, bu müasir texnologiyalar, bunların yaradılması, qurulması, icra edilməsi, bunlar hamısı bizim üçün bir faydadır. Sadəcə qısa olaraq bunu demək istəyirəm ki, nəsihət etmək istəyirəm ki, şəkil düzəldərkən diqqət edin. Bir neçə nüansa diqqət etmək lazımdır. Birinci nüans odur ki, hədisləri yazarkən ləfzlərin düzgün olmasına, səhihliyi, zəifliyi barədə məlumatların düzgün olmasına xüsusi diqqət yetirin. İkincisi, şəkil düzəldikdən sonra şəkilə baxmağa vaxt ayırın, diqqət edin. Bəzən olur, hədisi yazırlar, şəkil gəlir, baxmadan, diqqət etmədən paylaşırlar. Baxırsan ki, şəklin üzərində sünidə belə mələk şəkli var və yaxud da ki, uyğun olmayan şəkillər olur. Hansı ki, dinən caiz olmayan, icazə olmayan şəkillər olur. Buna sadəcə diqqət eləmək lazımdır. Çünki o süni intellekt belə bir şeydir ki, sən məsəl üçün bir hədis yazırsan, hədisdə mələk kəlməsi keçirsə, mələklər barədə bir informasiya varsa, götürür öz ağlında, öz beynində olan mələk cismi nədirsə, onu o şəklə qoyur. Diqqət etmək lazımdır ki, belə hallar olanda yenidən müraciət edəsən ki, o şəkli oradan çıxartsın. Və görürsən, qadınların bəzi hansı ki, açıq-saçıqlığı ilə bağlı bir şiddətli bir hədis yazılır. Orada açıq-saçıq qadın şəkli verir. Ona diqqətli olmaq lazımdır. Demək lazımdır ki, bu şeyləri çıxart, sadəcə hədisin mətnini saxla, ümumi bir şəkil hazırla. Bunlara diqqət edildiyi təqdirdə əlbəttə ki, istifadəsi icazəlidir, hətta yaxşıdır. Müsəlmanlar müasir dövrlə ayaqlaşmağı bacarmalıdırlar. Bu kimi rahatçılıqlardan istifadə etməlidirlər. Vəlhamdülillahi Rabbil aləmin.